Değerli Avtomobil Kasaytının izleyicileri, her birinizi salamlayıram. Bugün sizlere artık Almanya'dan gelmiş Mercedes Vito'muzu təqdim edirəm. Buyurub baxa bilərsiniz. Gördüğünüz gibi Vito'muz tam ideal vəziyyətdə, vizual görüntüsündən gördüğünüz gibi. Eyni zamanda xadaboy hissəsi də belə görünüş kimi saz vəziyyətdədir dostlar. Avtomobilimiz 2008-ci ildir, 2.2 CDI. 111 646 mühərrikli üstündə mexaniki transmisiyadır. Buyurun, baxış keçirlər sizin də içində göstərəcəm sizlərə. Avtomobilimiz vizual olaraq gördüyünüz kimi texnik olaraq saz vəziyyətdədir. Buyurun, baxış keçirsiniz. Almaniyadan yeni gəlib avtomobilimiz 255 min kilometr yol qət edibdir indiyə qədər ki. Dostlar, buyurun avtomobilimize. Bakın, yakından da biraz bakış geçirdim. Almak isteyen olsa 255 binde 111 646 mühərrikli üstünde mexaniki transmisiyadır. Avtomobilimiz saz vəziyyətdə sizlere təqdim olunur. Texniki baxış, kömürlük rəsmiləşdirməsi, bütün işləri görülübdür. Artıq sizlerin sifarişinizi gözləyir ki, gəlib baxış keçirdib ala bilərsiniz. Avtomobilimizin bugün satış qiymətini endirmişik. Avtomobil 16.000 azeyinə satılır. Kim istəsə buyurub gəlib baxış keçirdib, yoxlatdırıb istədiyi yerdə ala bilər. Dostlar, pauz etmədən sizə göstərirəm. Gördüyünüz kimi ön təkərləri qətt təzədir. Almaniyada vurulmuş üstünə. Arxalar isə 50% sürülmüş təkərlərdir. Buyurub baxış keçirdə bilərsiniz. Arxalar da 50% sürülmüş təkərlərlə təmsil olunur dostlar. Xatırlatdığım kimi avtomobilimiz 255 min kilometrdədir. Görürsünüz, saz vəziyyətdədir. İçi dizaynında görün. Mercedes'in özünün monitoru ilə, Zavaskoy monitoru ilə üstündədir. Buyurun, iç hissəsi. Avtomobilimiz, onu da xatırladım ki, yük maşınıdır. İstənilən şəxs bunu sərnişinə də çevirtirə bilər və yaxud da istəsə, biz də onu sifariş versə, sərnişinə çevirtirib verə bilərik. Elə, bu da sürücü tərəfindən göstərdiyim avtomobilimiz, bir daha xatırladım. 16.000'ə bugün satışa çıxarılıb, endirim qiyməti ilə. Buyurun, sizlərə kimə qismətsə gəlib yerində baxış keçirilib ala bilər. Arxa gördüyünüz kimi zontik qapıdır. Yan hissəsi indi göstərəcəm sizlərə. Yan hissəsindən bir qapıdır. Sürücü tərəf isə iki qapı ilə təmsil olunmuş avtomobildir. Bu təkərlərdə baxın. Pası, çürük qətiyyən yoxdur dostlar. Ön təkərinə də baxın. Dediyim kimi ön təkərləri demək olar ki, heç sürülməmiş təkərdir. İndi arxasını göstərirəm. Buyurun. Yük hissəsinə baxın. 5 yumkada olunmuş avtomobildir. Kim istəsə sərnişinə yılsa 5 yumkaya ehtiyacı olmayacaq. Sərnişin tərəfdən içərisini göstərirəm. Ən çox paslı yerləri avtomobillərdə bura olur. Burada da buyurub baxın, görürsünüz də. Qətiyyən pası, çürüyü, heç nə yoxdur. Belə. Dostlar, avtomobil haqqında bu qədər əlavə informasiya istəsəz, buyurub bizə müraciət edə bilərsiniz. Ünvanımız Patandart Maşın Bazarı, Avtosalon 23. Sizə bir daha göstərirəm ünvanımızı baxaq. Avtomobil artıq burada satışdadır, kömürlük rəsmiləşdirməsindən keçibdir. Buyurub gəlib, yerində baxış keçirdib. Saytın adından gələn müştərilərə, xüsusi endirimdə olunacaq. Belə, onsuz da endirim olunmuş qiymətdir. Sizlərə bugün təqdim etdiyimiz qiymət. Ancaq gələndə saytın adından gəlsəz, zəng edib gəlsəz, əlavə endirim olacaq. Onu da xatırladım müştərilərimiz Avtoamerika saytının adından və yaxud da səhifələrin adından, Avtoamerika YouTube səhifəsi və TikTok, Instagram səhifəsinin adından gələn müştərilər üçün xüsusi endirimlər olunacaq. Buyurun dostlar, bu avtomobil haqqında bu qədər. Əlavə sualınız olsa bizimlə əlaqə saxlayın. Profildə nömrəmiz var.
Avtoamerika saytında nömrələr var. Ünvan xatırladım bir daha. Patandart Maşın Bazarı Avtosalonu 23. Hər birinizə təşəkkür edirəm. Bu avtomobilə, bu videoya baxdınızsa bəyənib paylaşmağı unutmayın. Sizə və lazım olmasa dostlarınıza, tanışlarınıza lazım olsa belə bir avtomobil bizim salonda artıq satışdadır. Almaniyadan gəlmiş Mercedes Vito 646 111 646 22 CDI mexanik transmisiyadır və əlavə informasiya almaq istəsəniz bizlərə müraciət edin. Sizlərə daha geniş informasiyasını çatdıraq. Bu qədər dostlar, sağ olun, hər birinizə təşəkkürlər. Bir daha videoya baxdınızsa bəyənib paylaşmağı unutmazsınız.